Atamın xatirəsinə. Atam sağ olsaydı, bütün fəsillər bizim kəndimizdə bahar olardı. Atamı, anamı görmək həvəsim hər dəfə mənim üçün nübar olardı. Atam sağ olsaydı, indi anamın yanında boş idi bir məzar yeri. Mənim də bu yaşda qanamaz idi qəlbimin ən böyük intizar yeri. Atam sağ olsaydı kaş, ruhumun yaşamaq həvəsi imiş. Mənə kəndimizi doğmalaşdıran sən demə, atamın nəfəsi imiş. Atam sağ olsaydı, yuxudan durub hər səhər onunla danışacaqdım. Səsinin rəngini ruhuma çəkib dünyanın özü ilə yarışacaqdım. Atam sağ olsaydı, göy darvazamız biz kəndə gedəndə açıq olardı. Lap gecə 2-də, 3-də də olsa bütün həyət baca işıq olardı. Atam sağ olsaydı, stəkanları köhnə stol üstə bir-bir düzərdi. Səsini eşitcək çöl darvazanın dəmir çaynikindən çay da süzərdi. Yaşıl termosunda dünəndən qalan çay bizə o qədər isti gələrdi. Köhnə evimizin alt mərtəbəsi bizə buludların üstü gələrdi. Atam sağ olsaydı, son nəfəsdə də təsəlli verərdi, misal çəkərdi. Bir dəfə qolunu qaldıra bilsə, o da başımıza sığal çəkərdi. Atamın 5 oğlu, bir qızı vardı. Gələrdik, gedərdik, atam varlıydı. Evin dalındakı tut ağacısa bizim hamımızdan etibarlıydı. Gözünü çəkmirdi pəncərəsindən, ağac da meylini ona salmışdı. Yaman çırpınırdı atam öləndə, o da bizim kimi yetim qalmışdı. Son dəfə üzünü mən gördüm onun. O mənim dünyamın solmaz rəngi idi. Sonra torpaq öpdü üzündən. O gün atam ölənlərin ən qəşəngi idi. Atam ölənlərin ən qəşəngi idi.